Psixologiyam yaxşı oldu, olmadı. Yəni bunun mənim həyatıma nə təsiri ola bilər? Yəni mən nəsə etsəm, nəsə əldə edəcəm, nəsə də etməsəm, nəsə də əldə etməyəcəm. Həyat bu qədər sadə və realdır deyən insanlara səslənirəm. Eynən mən də eynən siz düşüncədəyəm. Təbii ki, əlbəttə bizim psixologiyamız yaxşı olsa nə olar, olmasa nə olar? Həyatımızda heç nə dəyişməz. Sadəcə dərslərimiz yaxşı olar. Ailə həyatımız yaxşı olar. Dostlarla münasibətimiz yaxşı olar. Sosial həyatımız aktiv olar. Yuxum normal olar. Qidalanmam normal olar. Hər kəsə dəstək ola biləcək gücüm olar. Hər kəsi çox sevərəm. Təbiəti çox sevərəm, insanları çox sevərəm. Heç bir qarşılıq gözləmədən hər kəsə dəstək olmağa çalışaram. Yəni bütün dünyayı qoruya biləcək gücə sahib olaram. Yəni heç nə psixologiyamızın yaxşı olmasının, yəni bizim həyatımıza heç bir təsiri olmaz. Eynən, mən də eynən siz düşüncədəyəm, bəli.